Salam əziz uşaqlar. Bugün mən sizin üçün qəşəng bir məsələnin izahını çəkirəm. Deməli, məsələdə bizə nə deyir? Deyir, alça və gavalı olan iki yeşikdə bərabər miqdarda gavalı var. Birinci yeşikdəki gavalının 16%, ikinci yeşikdəki gavalının isə 30% satılmışdır. Deməli, necə yazırıq? 0 tam, yəni 16% biz ədədə çevirsək, 0,16 x. Üzərinə gəl, 30% də 0,30x. Deməli, bu satılmış gavallardır. X-i bir yerdə eləyəcək, deməli 0,46x. İndi bizə deyir ki, satılmış 460 kiloqram meyvənin 20% gavalı olarsa, ədədin faizini tapanda nə edirdik? Ədədi faiz göstərəndə vurub 100-ə bölürdük. Deməli, bu da eləyəcək 92. Deməli, mənim 92 kiloqram satılmış gavalım var. Gavalı. Nə edəcəm? 0,46x-i bərabərdir 92 yazıb hesablayacağam. Buradan x-i tapsam, 92-ni böləcəm 0,46-ya, yəni 9200-ü böləcəm 46-ya. O da eləyəcək 200. Deməli, mənim gavalım oldu 200 kiloqram. İndi mənə deyir ki, birinci yeşikdə neçə kiloqram gaval satılıb? Biz bilirik, birinci yeşikdə 16% gaval satılıb. Deməli, 200-ün də 16%-ni tapsam, bu da eləyər 32 kiloqram. Deməli, mənim birinci yeşikdə satılan gavalım olacaq 32 kiloqram.